Məsələ 6. X üstəgəl 10 bölə x kiçik bərabər 7 bərabərsizliyinin müsbət tam həllərin sayını tapın. X üstəgəl 10 bölə x kiçik bərabər 7 ekvivalentdir. 7'ni keçirdirik sol tərəfə, olacaq x-də x kvadrat çıxaq 7x üstəgəl 10. Bax, keçirdim, ortaq mərizə gətirdim, kiçik bərabərdir 0-dan. Və bu ekvivalentdir. Yazırıq, kəsir kiçik bərabər 0-dırsa da surətlə məxrəcin hasili kiçik bərabər olacaq 0-dan, belə ki, məxrəc fərqlidir 0. Bax, belə bir sistemlə bunu ifadə elədik. Buradan alırıq surət bu. Tənli kimi həll edib, bunun köklərini tapırıq, bu bərabərsizliyin. X1 bərabərdir, gördüyünüz kimi 0-a. Kvadrat tənliyi də həll edib görərsiniz ki, x1, 2 bərabərdir. 2-də 7 üstəgəl çıx 49 çıxaq 40. Bu da bərabərdir. 2-də 7 üstəgəl çıx 3. Deməli, x2 bərabərdir. Tapıram buradan 2-yə. x3 bərabərdir. 7 üstəgəl 3 bölə 2, 5-ə. Və burada x fərqlidir, 0 olmalıdır. Tapdıq, onda ədəd oxunda bu nöqtələri qeyd edirik. 0-ı almır, 2-dir, 1 də 5-dir. 5-dən sonra həmişə müsbət, işarə dəyişdi ki, 5 aralığında mənfi, müsbət, mənfi. Və həll oblası kiçik bərabərdir 0 olduğundan, mənfi sonsuzluqdan 0-a, bir də 2-dən 5-ə qədərdir. Bu aralıqda müsbət tam həll yoxdur. Müsbət həllər 2-5 parçasındadır. 2-5 parçasına daxil olan həllər 2, 3, 4, 5-dir. Deməli, verilən bərabərsizliyin müsbət tam həllərin sayı 2, 3, 4, 5 verir 4 dənə. 4 dənə müsbət tam həll var.